Xoş gördük əziz dinləyicilər. Bugün İran-Amerika müharibəsi, İsrail müharibəsi mürəkkəb bir vəziyyətə doğru inkişaf etməkdədir. Bu mürəkkəb vəziyyət nədən ibarətdir? Mürəkkəb vəziyyət ondan ibarətdir ki, artıq Amerika düşünür ki, quru qoşunları, hər hansı bir desant qoşunu salmaq lazımdır. Aydın məsələ idi. Bu günləri səmadan vurmaqla, artilleriya vurmaqla, raketlərlə vurmaqla İran rejimini dəyişmək biraz çətin olar və bu çətinliyi aradan qaldırmaq üçün də Amerika nəhayət düşünür ki, desant bir qüvvə ilə İrana girmək lazımdır. Amma bu da çox mürəkkəb bir vəziyyətdir. Bu mürəkkəblik həm də regiona bir ciddi təsir etməkdədir. Bu ciddi təsirlərdən biri ondan ibarətdir. Bugün mən Azərbaycanda da bir neçə analitika ilə tanış oldum, bir sıra şərhlərlə tanış oldum və məsələ bugün Azərbaycan üzərinə gəlir. Məhz İsrailin Xəzər dənizini vurması, Xəzər dənizində Ənzəli limanını və İranın Xəzər dənizində olan hərbi donanmasını məhv etməsi də bizə müəyyən mənada siqnaldır. Yəni şimal ərazilərinin boşaldılması, şimal ərazilərindən İranın dişlərinin qırılması. Niyə görə bu belədir? Əvvəla bu günləri xatırlayırsınızsa müharibə başlamamışdan əvvəl belə deyirdim ki, ümumiyyətlə Azərbaycan, İran-Azərbaycan məsələsinə çox girişməz. Çünki Azərbaycan kifayət qədər təhlükəlidir. Həm Güney Azərbaycan məsələsi var burada, həm də Azərbaycan yeganə ölkədir ki, İranın mərkəzinə, İranın ürəyinə yaxındır. Yəni Tehrana yaxındır, ən vacib yerdir. Ona görə İran heç vaxt bu daşları tərpətməyə çalışmaz. Amma bu günləri İsrailin məhz İran Ənzəli ərazisini vurması, İranı Xəzər dənizindən dişsiz qoyması. İkinci bir məsələ, məsələn Azərbaycan prezidentinin də bilirsiniz ki, İran məsələsinə qarşı bir ciddi bir reaksiyası vardı. Bu reaksiyada Türkiyə tərəfindən çox böyük surətdə tənqid edildi. Bu tənqidlər də anlaşılandı. Yəqin ki, Türkiyənin əlində də elə bir məlumatlar vardı ki, onlar düşünürdülər ki, hətta xatırlayırsa belə bir sual vermişlər ki, siz İsrail tərəfdə müharibəyə mi girmək istəyirsiniz? Bax, bunlar hamısı bizə onu deməyə əsas verir ki, bugün həm İsrail, həm Amerika üçün Azərbaycan məsələsi gündəmdir. Əlbəttə, bir Azərbaycanlı olaraq, bir vətəndaş olaraq mən qəti surətdə Azərbaycanın bu müharibəyə qarışmasını istəmirəm. Nədən? Əvvəla bizim iqtisadi vəziyyətimiz o deyil. 2. Azərbaycan xalqının zaten öz daxilində kifayət qədər problem var və o problemlərin həll olunmasını istəyir hökumətdən. Üçüncü şəkildə isə biz heç bir müharibəyə daxil olmaq istəmirik və bu müharibəyə daxil olmaq bizə heç bir xeyir gətirməyəcək. Amma üçüncü bir vəziyyətdən biz düşündükdə ki, bu məsələ vacibdir Amerika üçün və yenə də deyirəm ki, bugün biz coğrafiyaya baxdıqda ən vacib ölkə Azərbaycan görsənir. Böyük ehtimal Azərbaycanda da belə bir axmaq yoxdur bu müharibəyə girsin. Bu müharibəyə girəriksə ki, biz bunları çox ciddi hesablamalıyıq və bu o vaxtı baş verər ki, Azərbaycan üçün də, İsrail üçün də, Amerika üçün də 99,9% qələbə gözlənilər. Belə bir şəkildə Azərbaycan hökuməti də, Azərbaycan dövləti də buna risk edir. Bu mənada ikinci maraqlı olan məsələ nədir? İkinci maraqlı olan məsələ biz istəyirik o şəkilləri gəlin möhkəmləndirək. Xatırlayırsınızmı, Amerikada olan Kofe vardı. Yahudi əsilli Kofe nə yazmışdı Azərbaycan üçün? Azərbaycan bayrağını qoyub bir prepared yazmışdı. Yəni hazır olun. İkinci, bu birinci dalğaydı xatırlayırsınızsa. İkinci dalğa Xəzər dənizinin vurulması və onu da sizə deyim, Xəzər dənizində İran hökuməti çox ciddi minalanma sahəsi yaradıb orada. Yəqin ki, İran özü də bu təhlükəni çox yaxşı görür. Çox yaxşı görür ki, o minalayıb o əraziləri. Bu ikinci dalğa. Üçüncü dalğa. Üçüncü dalğa da bugün Azərbaycan xalqında çox sevindirən bir məsələ oldu ki, nə oldu? Google öz hesabatını dəyişərək, öz logistik ərazilərini dəyişdirərək Cənubi Azərbaycanı, məhz Güney Azərbaycan olaraq İran ərazisi kimi qeyd etdi. Əlbəttə, bütün bu Google şirkəti olsun, istər bütün bunlar hardan idarə olunduğu bəllidir də, düzdür? Bu bizə Azərbaycanlı olaraq bir necə sevindirə bilər, xoşbəxt eləyə bilər, Google-da tanıdı filan. Amma biz bütün bu tanımalara qarşı rasional yanaşmalıyıq, ağılla yanaşmalıyıq. Bütün bunlar hamısı müəyyən mənada Azərbaycan xalqını o müharibəyə körükləmək, o müharibəyə hazır vəziyyətə salmalıdır. Əlbəttə, biz bir Azərbaycanlı olaraq buna hazır olmalıyıq. Biz bir Azərbaycanlı olaraq hər zaman özümüzü müdafiəyə hazır olmalıyıq. Amma Güney Azərbaycan məsələsi, məhz İran məsələsində 200 dəfə düşünməliyik.
200 dəfə düşünməli. Yəni bu günləri Google-un da bir üçüncü addım olaraq Güney Azərbaycanı kimi qeyd etməsi, İranın şimalını Güney Azərbaycan kimi qeyd etməsi bizi xoşbəxt etsə də, bizi sevindirsə də, amma bizi həm də düşündürməlidir. Bu bizim üçün əlbəttə Azərbaycan xalqını müharibəyə hazırlamaq cəhdi də ola bilər. Yenə də biz bu prosesi düzgün qiymətləndirməliyik, yetərincə maksimum çalışmalı ki, bu müharibəyə daxil olmayaq. Və ən vacib olan məsələ, Amerika üçün bugün İranı rejimi dəyişmək vacibdir. Niyə? Çünki Amerika ora rejimi dəyişmək adıyla girib. Düzdür, İran məhvdir. Düzdür, İran bundan sonra daha İrandan bir dövlət çıxmayacaq. Əlbəttə ki, İranı bu günləri mən düşünürəm ki, hətta hökumət Amerika oradan çıxsa belə yenidən İran xalqı, İran hakimiyyəti öz xalqı ilə üzbəüz qalacaq. Sosial vəziyyət 1-5 daha ağır vəziyyətdə dəyişib. Ona görə də İranda o təlatümlər, İranın bir-birilə vurulması, bir-birini məhv etməsi prosesi uzun sürətdə davam edəcək. Amma məsələ İsrail üçün, Amerika üçün necədir? İsrail üçün, Amerika üçün vacib qalibiyyət, strateji qalibiyyət hakimiyyəti dəyişməkdir. Hakimiyyəti dəyişə bilmədikdə, düzdür, İranı çökdürüblər, amma hakimiyyəti dəyişdirə bilmədikdə bu Trumpın reputasiyası çox ağır bir zərbə olar və Trumpın Amerikada növbəti dəfə seçilməsi imkanlarının qarşısını almış olacaq. Təşəkkür edirəm.